Bugün Şərur Şəhidlər Xiyabanında qəhrəman şəhidimiz Vəliyev Vüsal İslamoğlu'nun mövludu günü mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəm şəhidlərimizə rəhmət diləyirəm. Bütün şəhid ailələrimizə bol səbir diləyirəm. Ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna El-Fatiha mə'əs-salavat Allah. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Bu günləri biz burada müqəddəs səcdəgahımız olan Şəhidlər Xiyabanında Mayor Vüsal İslamoğlu Vəliyevin anım gününə toplaşmışıq. Gəlin müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah onun timsalında bugün doğum günü olan şəhidlərimizin hamısını Allah rəhmət eləsin, məqamları uca olsun. Bugün bura toplaşma səbəbimiz Mayor Vüsal Əliyevin doğum günü münasibətilə görüşmüşük, hamımız bilirik. Cənnətdə dəyişməyən mövludun mübarək olsun Vüsal balamız. Allah ruhunu şad eləsin, Allah məqamını uca eləsin. Görüşün normalda qaydada arxadan idarə eləməliydi. Lakin onun daxilində şöhrətən seçdi, qorxaq seçdi. Onun o valideynlərinin ona verdiyi öyüd vəziyyətlər yəqin etdir. Həmişə əskərləri uzun onu ehtiyat edir. O zaman da deyildi, həmişə önündə. Mən də onu demək istəyirəm ki, Vüsal qardaşım artıq məzarda rahat uyur. Bütün Azərbaycan torpaqları, müstəqildə Azərbaycan bayraqları Şadırı Xan kəndində dalğalanır və bu da sizin və şəhidlərimiz sayılır. Ağır itkidir, ancaq bir o qədər də qürurlanırıq ki, bu qardaşlarımız Rəbbimizin qatında ən yüksək mərtəbədədirlər. Məni oğul bil vətən, səni atam bilirəm. Məni oğul bil vətən, bir qarış torpağın üçün qarış-qarış ölürəm. Ölürəm ki desinlər, oğul üzün ağ olsun. Ölürəm ki desinlər, tək vətən sağ olsun. Bizdən bir və bərabər olsaq və bu gənclərimizi vətənpərvər yetişdirməliyik. Görsən nə qədər o bir döyüşdən qabaq necə insan idi və ondan sonra görərsən ki, və onun yaxınları və onu daim görən insan görər ki, ondan nə qədər dəyişikliklər olur. Kənardan baxana döyüş azaq gəlir. Bir gün bir ayağımız üstündə gəzə bilərik, dolana bilərik. Amma bizim nələr çəkdiyimizi bilir, tək Allah bilir. Aylara verdin, aylar yeri illə əvəz oldular. Niyə gəlməz oldun sən ay Vüsalım? Toyunda əkdiyim güllər soldular. Şəkil olub divarlara asıldı, dastan olub kitablara yazıldı. O arzu yoluna şəhid qanı içiləndi, ananın tellərinə beyaz qarlar eləndi. Mənim qardaşım Murovdan Şuşaya qədər qarış-qarış, yüzlərlə kəndi, onlarla rayonu, minlərlə hektar torpaq sahəsini döyüş yoldaşlarıyla birlikdə azad elədi. Bugün Qarabağın hər küncündə obyekt atılıb, restoran atılıb, pul qazanırlar. Amma mənim qardaşımın adı hələ bir küçədə yoxdur, bir məktəbdə yoxdur.
Ona görə döyüşdən 5 kilometr arxadan döyüşü idarə eləməli idi. Amma mənim qardaşım əsgərlərin qarşısında getdi. Mühasirəyə düşən qrupunu oradan mühasirədən çıxardandan sonra şəhid oldu. Gələcəkdə yenə müharibə olsa bizim övladlarımız gedəcək, biz gedəcək. Yenə məmur oğlanlar gizlənəcək 44 günlük müharibədə olduğu kimi. Gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Ata evində ehsan verir. Xahiş edirəm hər biriniz gəlin qardaşımın ehsanında iştirak edin. Şəhid Vüsal ibn İslam Cay Muhammedin alihi ve be hakkı hürmeti suretil Fatiha es-salavat Allah. Allah ruhunu şad Allah eləsin. rəhmət eləsin, Allah ruhunu şad eləsin. Beləliklə də Şərur Şəhidlər Xiyabanında qəhrəman şəhidimiz Vüsal Vəliyevə həsr edilmiş tədbir sona çatdı. Allahdan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah məkanların cənnət, məqamların uca eləsin inşallah.